Bu dərsimizdə C hərfinin oxunuş qaydasını öyrənəcəyik və saitlər üstəgəl R hərfinin qaydasını. Əgər C hərfindən sonra I, I və Y hərflərindən biri gələrsə, o zaman C hərfi S olaraq oxunacaqdır. Digər halda, əgər C hərfindən sonra əlifbadakı digər hərflərdən biri gələrsə, o zaman C hərfi K olaraq oxunacaqdır. Bu qaydanı keçən dərsimizdə C hərfində də görmüşdük. Yəni qızıl üçlük I, I, Y hərfləri C hərfindən sonra gəldikdə hərfi S olaraq oxutduracaq. Digər hərflər, yerdə qalan hərflərdən biri gələrsə, C hərfini K olaraq oxutduracaqdır. Baxaq nümunələrə. City. C hərfindən sonra I hərfini görürük. I hərfi qızıl üçlükdə var. Ona görə C hərfi S olaraq oxunur. Trace. Eyni ilə burada da C hərfindən sonra I hərfi gəlmişdir. Deməli, C hərfini sözdə S olaraq oxuyacağıq. Bu sözdə bugünə qədər öyrəndiyimiz başqa qaydada tətbiq edilmişdir. Sehirli I hərfinin qaydası da var. A hərfi əlifbadakı adı kimi oxunur. Trace. Pencil. Eyni ilə burada da I hərfi C hərfindən sonra gəlmişdi. C, S olaraq oxunacaq. Pencil. Civil. Eyni ilə burada da qızıl üçlükdən I hərfi burada var. Civil. Sell. I hərfi C hərfini S olaraq oxutdurur. Sell. Qoşa L, yəni samit, qoşa samitlər ingilis dilində bir səs kimi olur. Yəni sell. Sadəcə bir L səsi verəcək. Samitlərlə bağlı dərslərimizdə bunlar xüsusi vurğulanacaq. Sell. Digər sözlərə baxaq. Can. Artıq C hərfindən sonra A hərfi gəlib. A hərfi qızıl üçlükdə deyil, yəni qızıl üçlükdən başqa əlifbadakı digər hərflərdən hansı gələrsə, C, K olaraq oxunacaq. Can. Came. Eyni ilə burada da A hərfi, ona görə də C, K olaraq oxunmuşdur və burada sehirli I qanunu da keçərlidir. Sondakı I bir öncəki hecadakı A hərfini əlifbadakı adı kimi oxutdurur. Came. Amma can sözündə baxın, sehirli I olmadığı üçün Ə olaraq oxunur. Can. Cycle. Cycle. Burada hər iki qanun keçərlidir. Yəni, həm Y hərfini görürük, yəni qızıl üçlükdən Y hərfi var və L hərfi var, hansı ki, qızıl üçlüyə daxil deyil. Ona görə də birinci C-ni S olaraq oxuyuruq, ikinci C-ni isə K olaraq oxuyacağıq. Cycle. Cycle. Çətin öyrənənlər üçün bir daha təkrar edirəm. C hərfindən sonra Y gəlmişdir. Y hərfi C hərfini S kimi oxutdurur. Say. İkinci C hərfimizdən sonra L hərfi gəlmişdir. L hərfi artıq digər əlifbadakı hərflərə aiddir. Ona görə də C-ni K olaraq oxutdurur. Cycle. Bu sözdə Y hərfinin oxunması I olaraq olur. Sizi çaşdırmasın, hələ ki bunu keçməmişik. Gələcək dərslərimizdə görəcəksiniz. İndi üçün əsas C hərfinə fokuslanırıq. Cycle. Sondakı I səssiz sakit idi, oxunmayacaq. Coke. Coke. C-dən sonra O hərfi gəlmişdi. O hərfi qızıl üçlükdə deyil, ona görə C, K olaraq oxunur. Coke. Sondakı I sakit idi və oxunmur. Coke. Ümumiyyətlə, belə bir şey demək istəyirəm. İngilis dilində qaydalardan əlavə, demək olar ki, yəni bütün qaydaların istisnaları var. Qaydalar hər zaman 98-97% keçərli olur. İndi üçün bizim əsas hədəfimiz ana qanunları sizlərə öyrətməkdir. Əsas qaydaları öyrənin və onlara vərdiş edin. Aylıq kursun sonunda, yəni son dərslərimizdə ümumi bütün qanunları təkrar edəcəyik, bütün qaydaları və o zaman istisnalar hamısı sizə göstəriləcək. Cat. Eyni ilə A hərfi qızıl üçlükdə deyil, ona görə C hərfi K olaraq oxunur. Cat. Məndən sonra uca səslə təkrar edin. City. Trace. Pencil. Civil. Sell. Can. Came. Cycle. Coke. Cat.
cat, coke, cycle, came, can, sell, civil, pencil, trace, city. Digər sözlərin analizi ilə davam edək. Ice, C hərfindən sonra qızıl üçlükdən bir hərfi görürsünüz. Ona görə C hərfi S olaraq oxunacaq. Bu sözdə bir də sehirli I qanunu da keçərlidir. Sondakı I öncəki hecadakı I hərfinin əlifbadakı adı kimi oxunmasına təsir edir. Ice və sonda I özü oxunmur, səssiz qalır. Ümumiyyətlə deyim ki, sizə ingilis dilində 99.9% hallarda sözlərin sonunda I hərfi oxunmur. Lakin bəzi alınma sözlərdə, yəni digər dillərdən alınma sözlərdə, əsasən fransız dilindən alınma sözlərdə sondakı I hərfi oxunur. Nadir hallarda çox azdır bu sözlər. Ice, cyber, C-dən sonra qızıl üçlükdən Y hərfini görürsünüz. Ona görə S kimi oxunur. Cyber. Cancel. Burada iki qanunun ikisi də keçərlidir. Birinci C-dən sonra qızıl üçlükdən hərf deyil, E hərfi gəlmişdir. Qızıl üçlükdə deyil E hərfi, ona görə C hərfi K olaraq oxunur. İkincidə isə I hərfi gəlib C-dən sonra. Burada artıq qızıl üçlükdən bir hərfdir. C hərfini S olaraq oxutduracaq. Cancel. Birinci C K kimi, ikinci C isə S kimi oxundu. Cancel. Rice. C-dən sonra yenə qızıl üçlükdən birini görürsünüz. S olaraq oxundu. Rice. Send. Eyni ilə. I hərfi qızıl üçlükdəndir. Ona görə C, S olaraq oxunur. Cold. O hərfi qızıl üçlükdə deyil, C, K kimi oxundu. Cold. Cup. Eyni ilə yenə U hərfi qızıl üçlükdə deyil, C, K kimi oxunacaq. Cup. Cute. Eyni qayda burada da keçərlidir. K kimi oxunacaq C. Cute. Cup. Eyni ilə burada da O hərfi qızıl üçlükdə deyil. Cup. Car. Burada da eyni qanun keçərlidir. E hərfi qızıl üçlükdə deyil, ona görə C hərfi K olaraq oxunur. Məndən sonra uca səslə təkrar edin. Təkrar edərkən tam sözlərə fokuslanın. Ice, cyber, cancel, rise, send, cold, cup, cute, cup, car. İndi isə saitlər plus R qanununa baxaq. Saitlərdən sonra R hərfi gələrsə, E-dən sonra gələn R, bu iki birləşmə uzun A və sonda boğuq R səsi ilə tamamlanır. R, R. Bildiyimiz R səsi deyil bu. Mötərizədə də xüsusilə bunu göstərmişəm. Boğuq R-dır. Dil üstamağa doğru biraz qatlanır. R, bark, mark, card. O-R olacaq yenə or, fork, corn, torn. U-R hərf birləşməsi və E-R, I-R. Üçü də 97% hallarda səsi verir. 97% dedim, o yerdə qalan 2-3% istisnalar olacaq. Burn, surf, turn. E-R yenə də səsi verir. Her, germ, fern. I-R yenə də səsi verir. Girl, bird, dirt. Məndən sonra uca səslə təkrar edin. Bark, mark, card, fork, corn, torn, burn, surf, turn, her, germ, fern, girl, bird, dirt. Bu sözlərdə bir maraqlı məqam var, onu nəzərinizə çatdırmaq istəyirəm. Baxın, bugün keçdiyimiz qanunlardan C burada K kimi oxundu, çünki qızıl üçlükdən hərf yoxdur. Card, eyni ilə corn, eyni o qızıl üçlükdən deyil, C, K kimi oxunur. Corn. Digər sözlərdə baxın, G. Bunu keçən dərs keçmişdik. Qızıl üçlükdən hərf var, ona görə G burada C kimi oxunacaq. Germ. Lakin, girl sözündə I qızıl üçlükdən olsa da, G hərfi C kimi oxunmadı.
yenə də q kimi oxunur. Yəni qanuna tabe olmadı. Əslində I hərfi G hərfini G kimi oxutdurmalı idi. Qaydaya görə göl oxunmalı idi. Belə oxunmur. Dediyim kimi istisnalar hər zaman var. Ayın sonunda bütün istisnalar yəni gözdən keçiriləcək. Girl.